İnsanların qarşısında özgüvənli hiss etməyiniz üçün sizə 3 tövsiyə verəcəm. Getdik. Birinci, danışmadan öncə dərindən və yavaş 3 dəfə nəfəs alın. Çünki ilk dəqiqələrdə həyəcan, təşviş çox yüksək olur. Buna görə də sizin səsiniz titrəyir ya da siz çox sürətli danışmağa başlayırsınız. Bunun olmaması üçün də nəfəsinizə diqqət edin. İkinci, səhv etməkdən qorxmayın. Qorxu insanı tamamilə bloklayır və özünü ifadə etməkdə ona mane olur. Əgər səhv etmisinizsə, buna bir fəlakət kimi baxmayın, buna fokuslanmayın və davam etməyə çalışın. 3. Öz gücünüzün fərqinə varın. Əgər siz bir mövzu haqqında danışırsınızsa, ya onu çox yaxşı bilirsiniz, ya da onun haqqında çox araşdırma etmisiniz. Buna görə də öz gücünüzü xatırlayın və bildiklərinizi, öyrəndiklərinizi paylaşın. Əminəm ki, bu tövsiyələr sizə kömək edəcək. Əgər ki, daha da çox özgüvənli olmaq istəyirsinizsə, terapiyada sizi gözləyirəm.